Bu günlərdə ölkəmizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bugün Tovuz rayonunun Alakol kəndində Heydər Əliyevin 102-ci il dönümünə həsr edilmiş futbol turniri olub. Turnirdə rayonun 8 kənd futbol komandası iştirak edib. Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sonra çıxış edənlər natiqlər Ulu Öndərimizin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib və qeyd ediblər ki, bu cür turnirlərin keçirilməsində əsas məqsədin sağlam gəncliyin yetişdirilməsidir. Qeyd edək ki, turniri Gəncə şəhərindən dəvət edilmiş hakimlər briqadası idarə edib. Bildiyimiz kimi bugün ümumi lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümüdür. Bununla əlaqədar Respublikada və rayonumuzda bir çox silsilə tədbirlər keçirilir bugün. Bu silsilə tədbirlərin davamı olaraq da bizim kəndimizdə bu yubileyə həsr olunmuş kəndlər arası futbol yarışı turniri keçirilir. Əsas məqsədimiz burada sağlam gəncliyin yetişdirilməsidir Respublikamızda. Çox gözəl işdir. Bu işi quranlara da mən təşəkkür edirəm. Bu çox gözəl şeydir. Gənclərimizə mən arzu edirəm ki, belə işlərlə məşğul olsunlar. Ən gözəl işlər budur. Bu işi başında duranlara da can sağlığı, işlərində müvəqqətlər arzu edirəm. Bugünkü turnirimiz Ulu Öndər Azərbaycan Respublikasının milli lideri mərhum Heydər Əliyevin 102-ci il dönümü ilə bağlı keçirilir. Turnirdə 8 komanda iştirak edir. Alakol kəndində ümumiyyətcə 3 ildir ki, turnir davam etdirilir. 2 il bundan öncə də şəhidlərimizin əziz xatirəsinə 2 il olaraq ağızlı davam etdirilmişdir. Könül Kazımova, Kamran Əskiparalı, Amin Qəhrəmanov bugün informasiya proqramı üçün.